Bax, Quranda aydın yazır ki, aydın cümlələr, qaranlıq cümlələrdən yox. Quranda aydın yazılır ki, İsa'nın zuhuru hökm günü üçün bir əlamətdir. Yəni, İsa uçub gələsi deyil, əlamətdir, yəni belə bir zuhur olacaq. Bir yerdə yazır ki, biz Məryəm oğlu İsa'nı müqəddəs ruhla qüvvətləndirdik. Müqəddəs ruh özünə İsa adını alıb sadəcə. Bunu deyir Quran. Nizami də deyir ki, axı Quranın 2-ci surəsinin 23-cü ayəsində aydın buyurulur ki, əgər bu Qurana şəkkiniz varsa, sizdə bəşər üçün daha xeyirli kəlam varsa, iddianız doğrudursa, Allah'tan başqa bütün şahidlərinizi, büyüt, şair və alimlərinizi bu işdə özünüzə köməyə çağırın. Büyüt Kəbədə qaradaş, gedək ona sual edək. Biz bu İsa Peyğəmbər haqqında necə məlumat alaq, cavab verəcək bizə? Yox. Məscidin daşına, divarına yalvaraq, o əlinlə tikilən məscid, məzək, düzək, onlar bizə cavab verəcək? Yox. Odur ki, gedirik şairlərin sinəsinə. Nizami. Boşuna sirlər xəzinəsi yazılmayıb ki, deyir, bu dastanlarda dünya sirrindən çox xəzinə açarı gizlətmişəm mən. Hər kəsin əlində olsa bu açar, bir çox xəzinələr, tilsimlər açar. Xəzinəni açmağa açar gərəkdir açar, açılmaz xəzinələri şairlər sözlə açar. Peyğəmbərin kəlamı da deyir ki, Allahın taxt altında çoxlu xəzinələri var, bu xəzinələrin açarı şeir dilidir. Deməli, hər bir seçilmiş müdrik şairin şeir dili dünyavi və ilahi Allahın sirlərinə açardır. Birbaşa Quranı, Peyğəmbərin kəlamını təsdiqləyir. Həmin o açarlardan biri elə məhz İsa'nın açıqlayır, Sirlər Xəzinəsinin sinəsində də gedir bu sözlər. Deyir, bu dünyanın nəbzini kim tutsa İsa kimi, insafı mürvəti ilə olar dünya hakimi. Varlığına varsa da hanı olduğu dərgah. Allah ola bilməzdi yeri bilinsə hərgah. Qüdrətini danma ki kafirlik xamlıq olar. Yerini axtarma ki o da avvamlıq olar. Varlığında bilməsən var mı, yox mu xəzinə? Sındırmasan tilsimi nur saçar mı xəzinə? Bədənin ovxalanan bir ovuc gildir sənin. Əzəl gündən sirdaşın yalnız könüldür sənin. Könül, ruh, can. Gildən, palçıqdan, yoğrular mı səncə? Gildən insan düzəlsə, onun qəlbi olar mı səncə? Tapdığın hər incini sinənə taxmaq nədir? Ondan gözəl inci var, axtar ki sinəndədir. Qəfəsdəki can quşu, qəfəs bizim cismimizdir. Can quşu da ruhumuz. İsa deyil bəs nədir? Yerdə qanad açsa da məsləki göylərdədir. Yuyub nur çeşməsində öz pasını asiman, İsa'ya boyadıbdır libasını asiman. Yəni, müqəddəs ruh özünə İsa adını alıbdır. Quranı görürsən, birbaşa təsdiqləyir. Başqa bir ayədə buyurulur. Elə bir Yahudi, elə bir xaçpərəst yoxdur ki, ölümündən öncə canı təhvil verincəyə qədər İsa'ya itayət etməmiş olsun. Lakin hüküm günü İsa onların əleyhinə şəhadət verəcək, yəni onların dinini qəbul etməyəcək. Çünki bunlar hamısı Qurani cümlələrdir. Başa düşürsən?
O getdi, o isə gedib. İsa adı, sadəcə adı müqəddəs ruha verilib. İndi də Nurema kimi gəlir. Allah istədiyini edir. Kim ona qarışa bilər? Vəssalam. Və adam bu din əhli, bax bu din əhli, bu din namaz əhli. Bir sual verək də, görək, niyə İsa onların əleyhinə şəhadət verəcək? Axı bütün dünya İsa deyir. Yeganə millətdir ki, Azəri xalqı, Azərbaycan xalqı. İki oğuldan birinin adı İsa'dır. Onların bir hansında var İsa adında? Xaçpərəstlərin. Yoxdur. İsa sadəcə müqəddəs ruhun adıdır. O peyğəmbərlik devrini yaşayıb gedib, amma Allah özünə, müqəddəs ruh özünə İsa adını alıbdır. Vəssalam, budur. Açıqlaması.